Limonad hazırlayacağım və nə lazım olacaq bizə? Belə qazlı sirap almışıq və belə bir sirop var. Ananas dadında. Artıq bir dəfə düzəltmişik. Bu qədər işlətdik. Çox qəşəngdir, çox dadlıdır. İndi isə ikinci dəfə düzəldəcəm. İndi göstərim necə eləyirəm. Все газы они все равно будут, даже Limonad artıq bizdə hazırdır və sizə deyim ki, bütün mətbəx ananasın iyisi yayılıb. Bu sirop görsəz mütləq alın. Bu cürbəcür olur. Nar var, sonra malina, bizdə ananasdır. Cürbəcür var hər dadında. Bir də tort hazırlamışdım bu yaxınlarda. Bu siropu biskvitin üzərindən belə keçdim və sizə deyim ki, biskvitin özü elə qəşəng dadırdı ki, ananas dadında. Elə bir ki, içində meyvə var idi. Belə, nəsə biz gedək, siropumuzu, limonatımızı içək. Təmiz qaz getməmiş. Baxmayaraq ki, hava belə tutqundur, yağış gözlənilir. Mən burada pəncərə silirəm. Çöl tərəfdən artıq təmizlədim, qaldı iç tərəfi. Pəncərələr o qədər çirkli idi. Artıq dözə bilmirdim. Dedim, yox, təmizləyəcəm. Ceyranı köhnə mayka ilə təmizləyirəm. Ən yaxşı əski elə budur. Uşaqların maykaları çox qəşəng təmizləyir. Bir dənə də iz qoymur. Belə. Hər səhər otağı səliqəyə salanda pəncərələri açıram ki, havalansın da otaq. Və belə çirkli pəncərə görəndə sevmirəm, xoşlamıram bu görüntünü. Ona görə dedim, eyb yox, yağış yağsa da, əgər sıravno mən pəncərəni siləcəm. Biz yenə dərs yazırıq və sizə göstərim. Dəftər üzünü düzəldirəm mən. Misal üçün, baxın, bütün dəftərlərimiz belədir. Xoşlamıram belə olanda. Üstü həmişə klonka olmalıdır. Bir də üstündə yazı olmalıdır ki, misal üçün, hansı dəftərdir, hansı fəndən bu dəftərdir. Bütün dəftərlərimiz abloşkası belədir deyə adam çaşır, bilmirsən bu nə dəftərdir. Açırsan, içinə baxırsan, nədir bu? Və belə eləməyək deyə üstünə belə abloşka düzəldirəm. Bütün dəftərlərdə eləmişəm. İndi bunu da düzəldim. Sonra bir də ceyranda belədir. Bu bilir, misal üçün, bu riyaziyyatdır. Burada sıfır rəqəmlər var. Orası da belə oğlandı. Yazır elədir. Belə. Murad isə gedib kitabları gətirməyə, bəzi dərslərini yazıb qutarıb, keçir o birisi dərslərə. Belə. Bir də xoşlayıram ki, burada həmişə belə xət getsin. İndi bu dəftərdə misal üçün xət yoxdur. Həmişə özümüz düzəldirik. Sevmirəm xətsiz olanda, belə yazılanda heç xoşlamıram. Elə bir səliqəsiz görsənir onda. Amma burada xətlə olanda onda qəşəng səliqəli görsənir. Yazı da səliqəli olur. Belə. Biraz özüm düzəltdim. Sonra uşaqlara deyirəm, nəzarət eləsinlər. Misal üçün bir dənə vərəq qalanda özləri açsınlar və özləri xət düzəltsinlər. Nəsə, uşaqlara mane olmayım, çünki mən video çəkəndə danışıram, onlar həmən dəqiqə dayanırlar, yazmırlar. Mən öz işimi görüm, uşaqlar isə öz dərslərini oxusunlar.
Kartoşka qızardıram. Soyuducuda o qədər yemək var. Hərəsindən biraz dedim, isidim, uşaqları yedirim, özüm də yeyim. Amma uşaqlar xahiş elədilər ki, kartoşka qızardım. Ona görə dedim, yaxşı qoyurlar kartoşka yesin, özüm isə orada görüm nə yeyəcəm. Sup var idi orada. Supu isidim özümə. Sonra salat var idi, dolma var qalmışdı. 2 cür salat qalmışdı. Nəsə o qədər yemək var orada, amma kartoşka istədilər. Dedim, yaxşı qoyurlar kartoşka yesin, supu özüm yeyəcəm. Belə, bir tərəfdə yemək hazırlayıram, o biri tərəfdə isə apara qoyuram burada. Pirajki düzəldəcəm. Bilmirəm, droj necədir, yaxşıdırsa, qalxsa əgər, aparada reaksiya getsə, onda pirajki eləyəcəm. Amma əgər apara qalxmasa, onda pirajki eləməyəcəm. Çünki droj bilmirəm necədir, yaxşıdır, pisdir, bilmirəm. Çoxdandır açmışdım o paçkanı. Bulka hazırlayanda. O da nə vaxt idi? Lap çoxdan. Ona görə bilmirəm, droj yaxşıdırsa, onda xəmir eləyəcəm. Yox, qalxmasa əgər, onda xəmir eləməyəcəm. Belə, uşaqlara pirajki hazırlayım.
Elə bu dəqiqə pılesoslayırdım, qurtardım öz işimi və həmişəki kimi bir iş görəndə həmin dəqiqə gedirəm tez bazar baxım görüm kommentari varsa cavablandırıram da ki, çoxalmasın. Sonra çox olur ərinirəm sonra hamısına cavab verməyə. Amma az-az olanda onda tez bazar hamını cavablandırıram. Belə, qızlar soruşmuşdular ki, pılesozu necə bəyənirəm, bəyənmirəm, pılesos haqqında danışım. Pılesos əladır. Superdir. Mən çox bəyəndim bunu. Bir dənə minus bilirsiniz nədir? Bunun zibil yığan yeri balacadır. Amma belə çox əla, qəşəng pılesosdur. Elə indi pılesoslayırdım. Ona görə şnur belədir. Yoxsa ki şnuru belə bura dolayıram. Pılesosdadım. Bunu mişokunu təmizlədim. İndi yerinə qoyacağam və dedim elə kakras belə kommenti gördüm, dedim cavablandırım. Pılesos əladır. Bunu mən çox bəyənirəm. Sormağı, hər bir şey əladır. Bunun nasatkanı dəyişdim, şotkanı. Görürsüz, belə şotka qoymuşam. Öz Radnoy şotkası belə deyildi, mən sizə göstərmişdim. Bunu isə əlavə almışam. Şotkası 7 manatadır. Onu da soruşmuşdular məndən. Şotka ayrı neçəyədir? Bir dənə bu şotka 7 manatadır. İndi hər yerdə məndə xalça olduğuna görə şotkanı dəyişmişəm. Amma yayda o biri öz Radnoy olan şotkanı qoyacağam. Bu da misal üçün polu pılesoslayanda belə şotkanı bağlayırsan, belə görürsüz, şotka itdi və polu pılesoslayırsan. Amma misal üçün xalçanın üstündən gedəndə belə eləyirsən və şotka çıxır. Deməli, o biri şotka da qəşəng idi. Onunla pılesoslamaq olar. Misal üçün siz əlavə almaq istəmirsinizsə, onunla da pılesoslamaq olar. Amma xalçadan saçı qəşəng yığmır. Misal üçün bizdə 3 qız var. Və hamımızda saç uzundur və istər-istəməz nə qədər səliqəli saçımızı darasaq da, saçımızı yığsaq, tökülən saçı yenə də xalçanın üstünə düşür. Xalçaya, pola saç düşür və sonra görünüşü pisdir də. O biri şotka ilə pılesoslayırsan, tozu zadı hər şey götürür, amma saçını yığmır. Bu şotka isə belə əladır da, sizə deyim. Bir dəfə belə gedirsən, hələ qayıtmırsan ha, görürsən ki, şotkanın bu tərəfində o qədər saç yığır da. Əladır, bu şotka superdir. Mən çox bəyənirəm. Yaxşı ki, mən bunu almışam. Qiyməti də ucuzdur. 65 manata almışdım bunu. Heç də peşman deyiləm. Bir dənə sizə deyim, budur da. Balaca olduğuna görə tez-tez bunu təmizləməlisən. Mən misal üçün 2 dəfə pılesoslayıram, sonra bunu boşaldıram. Amma pılesosun özü əladır.